Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasının Bakı mərhələsinə hazırlığını başa vurub. Komandamız bu mərhələdə ilk oyununu bugün İsveç seçməsinə qarşı keçirəcək. İyunun 7-sində isə yığmamızın növbəti rəqibi Estoniya millisi olacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv oyun öncəsi son məşqini Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində keçirib. Açıq məşq zamanı baş məşqçi jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis Avropa Liqasındakı oyunların yalnız nəticə baxımından deyil, komandanın qarşıdakı böyük yarışlara hazırlığı baxımından da xüsusi əhəmiyyət daşıdığını bildirib. Qarayev əsas hədəflərindən birinin ölkəmizdə təşkil olunacaq Avropa çempionatına daha hazırlıqlı komanda formalaşdırmaq olduğunu vurğulayıb. Əsas bizim proqramımızdan bilirsiniz, avqust ayında Avropa çempionatı var. Avropa çempionatına hazırlaşırıq. Hal-hazırda bu turnirdə yəqin sizi də maraqlandırar. 3 əsas oyunçumuz oynamayacaq. Polina Rəhimova, Ayşən Zədəlidir. Bir oyunçumuz, 2 oyunçumuz Zədəlidir. Amma baxmayaraq bu oyunları da biz çalışıcı, yüksək səviyyədə keçirdik, əlimizdə nə varsa. Amma oyunçuları da qoruyub Avropa çempionatına tam hazır halda oynamalıyıq ki, çünki Avropa çempionatı bu ilin ən əsas turniridir bizim üçün. Baş məşqçi İsveç və Estoniyalı görüşlərin asan keçməyəcəyini də qeyd edib. Onun sözlərinə görə Avropa Liqasında hər rəqib fərqli oyun üslubuna malikdir və bu qarşılaşmalar millinin real vəziyyətini görmək baxımından vacib sınaq olacaq. Estoniyanın da qalib gəlməliyik. Oradakı yarışlarda da 4 oyunumuz İspanya'da var və Makedoniyada var. Onlara da hazırlıq gedir. Amma yenə söyləyirəm sizə, ən əsas hədəf Avropa çempionatının Azərbaycanda keçilən mərhələsidir ki, biz qrupdan çıxmalıyıq, yaxşı xalla çıxmalıyıq. Hazırlıq ona doğru gedir. Komandanın kapitanı Ayşən Abdulayzimova da hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb. Təcrübəli voleybolçu yığmanın oyunlarına ciddi hazırlaşdığını və doğma meydanda azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacağını da dilə gətirib. Artıq hazırlıqlarımız bitdi. Sabah ilk oyunumuza çıxırıq. Rəqibimiz bildiyiniz kimi İsveçdir və güclü rəqibdir. Düşünürəm ki, oyun biraz çətin olacaq, amma əlimizdən gələni eləməyə çalışarıq və düşünürəm ki, buna hazırıq. İkinci oyunumuz ev oyunu Estoniya iləndir. O biraz daha rahat rəqibdir. Amma yenə də bütün oyunlara eyni hazırlaşıb çıxmalıyıq. Qeyd edək ki, Azərbaycan millisinin İsveçli oyunu saat 18:00-da başlayacaq. Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində keçiriləcək qarşılaşma CBC Sportla canlı yayımlanacaq.